Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi teyyibin tahirin. La siyyeme begiyetillahi fil erzin. Ve la'nu daimu ala a'daihim ecma'in. Hoş gördük sizleri değerli bazı kardeşlerim. Zəhra TV izləyiciləri, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinizə olsun. Şərafətli bir ay, Şəban ayı, Xatəmul Ənbiya, Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyh bir hədisi şərifdə bu ayı özünə nisbət veribdir. Şəban, şəhri, Şəban mənim ayımdır buyurub o Həzrət. Hər kəs Allah rızası üçün və Peyğəmbər məhəbbətini ələ gətirmək üçün bu ayda oruç tutarsa, onun mükafatı Allah yanında, Allah tərəfindən mükafatı çox alidir. Şəban ayının Şəban adlanması hədisi şəriflərdə belə qeyd olunur. Şübə mənasında li'ənəhu tətəşəəbu fihi ərzaqul müminin. Çünki müminlərin ruzisi bu ayda şöbələnər, təqsim olunar, bölünər. Ruzilər paylanırlar. Bu ayda ruzi təqsim olar müminlər arasında, Allahın imanlı bəndələri arasında. Ona görə Şəban adlanıbdır. Bir mənası Şəban, ciran mənasında qonşu, qonşuluq. Belə ki, bu ay Şəhrullahil Azim, əzəmətli Allah ayı olan mübarək Ramazan ayının qonşusu olduğuna görə, yəni təqvim sıralamasına görə 8-ci ay Şəban ayıdır və ondan sonraki ay mübarək Ramazan ayı gəlir. Ramazan ayının qonşusu olduğuna görə bu ayın adı bəli ki, Şəban bu mənanı verir, ifadə edir. Çox əzəmətli bir ay, məsum imamlarla əlaqədar olan bir ay və bu ayda bir gecə var ki, Nime-i Şəban, ki Şəbanın 15-ci gecəsi. Ali Muhammed ki Allahın salamı olsun onlara, onlardan yetişən hədislərə görə ki, mübarək Qədir gecəsindən sonra ən şərafətli gecədir və o gecənin məxsusu özünün əməlləri var. Necə ki, Qədir gecəsinin ihya, ki, oyaq qalmaq, səhərə qədər yatmamaq, ibadətlə etmək ki, savabı var ki, zikr olunub. Eləcə də Şəban ayının 15-ci gecəsi barəsində də həmən tövsiyələr olunur. Oyaq qalmaqlıq, ihya etməklik, həmən gecəni və o gecənin möhtəşəmliyi, əzəmətliyi bundadır ki, biri də həmin gecənin sonunda Hicrətin 255-ci ilində Şəban ayının 15-də sübh namazına yaxın ki, Həzrəti Mehdi İmam Zaman Ağa Əccəlallahu Fərəcəhu Şərif Ali Muhammedin qaimi dünyaya gəlibdir. Dəyərli bacı qardaşlarım, İmam Zaman Ağanın mövcudluğu haqqında bizim ki, şək şübhəmiz yoxdur. Əqidəmiz var o ağanın vücuduna. Eyni zamanda əhl-i sünnə alimlərinin də mötəbər kitablarına müraciət etdikdə mütəvatir hədislər ki var o Həzrətin mövcudluğu barəsində. Belə ki, o həddədir ki, əgər İmam Mehdini Əccəlallahu Fərəcəhu Şərif İmam Zaman Ağanı inkar etmək, təkzib etmək Xatəmul Ənbiya Həzrət Peyğəmbər sallallahu aleyhi və alihi təkzib etmək mənasındadır. İmam Zamanı inkar edən sanki Peyğəmbər əleyhissalamı inkar edibdir. Çünki mütəvatir hədislər yəni insana yəqin gətirən hədislər ki, xəbər vahid ki var, insana zən gətirir, amma mütəvatir hədis ki, o hədislərin
Əhl-i Beyt əleyhissalamdan sadir olmasında heç bir şək şübhə yoxdur ki, insana o hədislər yəqin gətirir. Xatəmul Ənbiya, Həzrət Peyğəmbər əleyhissalam o həzrətin mövcudluğu haqqında, onun olması haqqında, gələcəyi haqqında buyurub. Eyni zamanda başqa bir kimsələrdən yox, məhz Əhl-i Beytdən olması barəsində və bir də onun ömrünün uzun olması barəsində Peyğəmbər əleyhissalamdan mütəvatir hədislər vardır. Belə ki, Xatəmul Ənbiya Həzrət Peyğəmbər əleyhissalam bir gün Seyyid-i Şühəda İmam Hüseyn əleyhissalamı qucağına götürmüşdü, öz əziz nəvəsini, onu əzizləyirdi. Cabir ibn Əbdillah ki, daxil oldu və salam verdi. Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, ey Cabir, sən mənim bu nəvəmin, yəni İmam Hüseyn əleyhissalamın nəvəsini görərsən, yəni İmam Baqir əleyhissalama işarə etmişdi. Və eyni zamanda Həzrət Peyğəmbər əleyhissalam xəbər vermişdi ki, mənim bu fərzəndimdən, bu övladımdan Ali Muhammedin qaimi bunun nəslindəndir, dünyaya gələcək, bunun nəslindəndir. Və yer üzəri zülmlə, haqsızlıqla dolacağı zaman Allahın izni ilə, Allahın əmri ilə haqq ədaləti bərqərar eləyəcək, zülmü kökünü kəsəcəkdir. Bəli, Xatəmul Ənbiya Həzrət Peyğəmbər əleyhissalamdan yetişən mütəvatir hədislərin birində ki, belə ki, dəyərli bacı qardaşlarım, çox eşitmişsiniz ki, bu hədisi belə ki, təvatür-i ləfsi və mənəvi, yəni həm təvatür-i ləfsi, həm də təvatür-i ləfsi bu hədis barəsində, belə ki, Xatəmul Ənbiya Həzrət Peyğəmbər əleyhissalam buyurub, mən matə və ləm yərif imamə zəmanihi matə meytətən cahiliyyə ya meytətə cahiliyyətin. Hər kəs ölər, dünyadan gedər, amma öz zamanə imamını tanımadan dünyadan gedərsə, zamanə imamının mövcudluğuna iman gətirmədən, inanmadan gedərsə, onun ölməyi cahiliyyət dönəmində ki, bütpərəstlərin ölümü kimi, cahiliyyət dönəmində ölənlərin ölümü kimidir, yəni bütpərəstlərin ölümü kimidir. Hərçənd də o insan namaz da qılsa, oruc da tutsa belə, amma zamanə imamına etiqad bəsləməsə, zamanə imamını tanımasa, onun ölümü cahiliyyət dönəmində, zamanında ölən bütpərəstlərin ölümü kimi bir şeydir. Və başqa bir hədis, Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyh ki, ikinci bir məşhur hədis ki, mütəvatirdir. Hamı bunu bilir. Azacıq İslamdan xəbəri olan hədislər eşidən bir adam belə bu hədisi eşidibdir. Belə ki, Xatəmul Ənbiya Həzrət Peyğəmbər Əkrəm sallallahu aleyhi və aleyh buyurublar, İnni tarikun fikumus səqələyn. Mən sizin aranızda iki şeyi əmanət qoyuram, iki şeyi tərk edib gedirəm. Elə iki şey ki, in təməssəktum bihima lən tədil əbədə. Əgər onlara təməssük edirsiniz, onlardan yapışsınız, möhkəm yapışsınız ki, heç zaman yolunuzu azmazsınız. Və innəhuma lən yəftəriqə həttə yərida aleyyəl havz. Və onlar heç zaman biri digərindən ayrılmaz. Biri Qur'an-ı Kərim, Allahın kitabı Qur'an-ı Kərim, biri də mənim əhl-i beytimdir, o Həzrət buyurdu. Bəs dəyərli bacı qardaşlarım, Həzrət İmam Zaman ağanın mövcudluğu, onun haqq olması barəsində Həzrət Peyğəmbər əleyhissalam buyurubdur. Və bu ikinci hədisdən məlumumuzdur ki, və o İmam Zaman ki, Ali Muhammedin qaimidir, yəni başqa tayfalardan, nəsillərdən yox, məhz Peyğəmbər əleyhissalamın nəslindən, övladından olmalıdır. Və İmam Zaman ağa Əccəlallahu Fərəcəhu Şərifin Peyğəmbər Əkrəmin övladı olmağı barəsində üçüncü mütəvatir hədis ki, Həzrət buyurubdur, Əl-əimmətu bə'di isna əşər. Məndən sonra gələcək
ilahi rəhbərlər, imamlar, əimmə, imamların sayı 12-dir və onların hamısı Qureyşdəndir. Bəs dəyərli Zəhra TV izləyiciləri, Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyh ki, mütəvatir hədislər, yəni çoxdur ki, hədislər buyurubdur İmam Zaman ağanın mövcudluğu və o Həzrətin başqa nəsillərdən yox, Peyğəmbər Əkrəmin öz övladı olması, onun nəslindən olması və eyni zamanda İmam Mehdi Əccəlallahu Fərəcəhu Şərifin ömrünün uzun olmağı haqqında ki, belə ki, hətta qiyamət gününə qədər bir gün qalmış olsa belə, qiyamətə qədər bir gün qalmış olsa belə, Allah Taala o günü o qədər uzadar, tul edər ki, hətta Ali Muhammedin qaimi zuhur etmiş olsun. Allah Taala İmam Zaman mərifətini qəlbimizdə və onunla olan rabitəmizi eyni zamanda Allah Taala möhkəm etsin ki, o ziyadə etsin, bərəkətli etsin inşallah. Bizi o ağanın müntəzirlərindən, yolunu gözləyənlərdən qərar versin inşallah. Növbəti verilişlərdə görüşmək ümidi ilə sizləri Allaha tapşırıram. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.